Belə kommentləri görəndə həmişə biraz özümə qəribə gəlir. Niyə? Çünki bu ağız Allah sənə də verib. Əlində də telefon var, evində də Wi-Fi var. Ən azından mənə komment yazmısansa, eee, özün də video çək, özün danış. Çünki səhifəndə bir dənə olsa belə video yoxdur. İndi deyəsən ki, mən çəkmirəm ona görə. Yəni çəkmirsən böyük bir yanlışlıqdır. Əgər sənin bir problemin varsa, sən də çək, danış. Heç vaxt kimlənsə nəsə gözləməyin. Əgər nəsə istəyirsinizsə, nəsə etmək istəyirsinizsə, niyə kimsə sizə nəsə borcludur? Mən özüm olam. Mən niyə danışım ki, məsələn? Söhbət o danışmaqdan gedir. Danışsam da olsa heç nə dəyişmir, danışmasam da heç nə dəyişmir. Məsələ onda deyil. Prosta axırda yazmışsınız ki, acımızdan qırılırıq. Acından qırılanlar hələ mən Azərbaycanda elə bir kəs görməmişəm, acından qırılsın. Əgər evində Wi-Fi varsa, əlində də telefon varsa, sərbəst yazırsansa, demək ki, acından qırılmırsan. Yəni ki, vəziyyət yaxşıdır. Acından qırılanlar Afrikada olub, acından qırılanlar Qazada olub. Yəni belə nöqtələrdə olub. Amma probleminiz varsa, o probleminizi çalışın özünüz həll eləyin. Kiməsə də əmr şəklində komment yazaraq istəməyin.